Demək, demək bu ağıllı itdir, AI-ya qoşulur və alırsınız, siz bunu evdə həm uşaqlarınıza nəzarət eləmək üçün kamerası var, həm dayələrə nəzarət eləmək üçün və ağıllı itdir. Siz bunu sığallayanda belə bu dərisini, həmən hissəni bədən temperaturunda olan qədər hiss edir və elə hesab edirsiniz ki, doğrudan da həqiqi itə əlini vurursunuz. Tükləri də itin tüklərini 99% oxşardır. Yəni siz bununla həm danışa bilirsiniz, həm AI kimi buna komanda verirsiniz və internetdən lazım olan məlumatı sizə tapıb verir və istədiyiniz məlumatları sizin üçün hazırlaya bilər. Hətta yemək bişirməyi belə siz bundan soruşa bilərsiniz ki, necə bişirim, bu ətlə, bu evdə olan produktla nə bişirim. Yəni həqiqətən dəyər və qiyməti də $600. Yəni mən deyərdim ki, doğrusu itdənsə, evi batıran itlərdənsə elə bundan almaq lazımdır, amma çox gözəldir.